Milli qəhrəman Yuri Kovalyov adına Nizami rayon 229 saylı orta məktəbdə Azalın təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirmiş Azərbaycanın milli qəhrəmanları İqor İvanoviç Kişinyakin, Hökümə Əliyeva, Aleksandr Kalyaninovun xatirələrinin əbədiləşdirilməsi üçün 3 sinif otağına onların adı verilib. Hər şey yaxşı olacaq adlı açılışda Nizami rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Könül Həsənova, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının nümayəndələri, Türk ağsaqqalları arasında əlaqələrin inkişafı ictimai birliyinin üzvləri, şəhid ailələri və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycan dövlət himni səsləndirilib. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Könül Həsənova çıxış edərək bildirib ki, milli qəhrəmanlarımız qəza zamanı sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq və fədakarlıq göstərmişlər. Azala məxsus sərnişin təyyarəsinin havada ciddi zərər görməsinə baxmayaraq, uçuş heyəti böyük şücaət göstərərək mümkün qədər az itki ilə təyyarəni idarə edə biliblər. 229 saylı məktəbin direktoru Müsalə Məmmədova, Taibin idarə heyətinin üzvü Mübariz Süleymanlı, milli qəhrəmanların ailə üzvləri və digər çıxış edənlər bildiriblər ki, bugün sinif otaqlarına milli qəhrəmanlarımızın adlarının verilməsi olduqca təqdirə layiq haldır. Bu onu göstərir ki, onların göstərdiyi qəhrəmanlığı xalqımız heç vaxt unutmur və unutmayacaq. Tədbir zamanı şagirdlərimiz milli qəhrəmanlarımıza həsr olunmuş müxtəlif şeirlər səsləndirib və onların həyatına həsr olunmuş video rolik izlənib. İlahə Qəmbərli, Təbriz Quliyev, Heydər Həsənli, Mişya TV.